ilə bağlı onu qeyd edək ki, əşyanın miqdar və sırasını bildirən əsas nitq hissəsinə deyirik ki, say deyilir. Bu zaman nəyə diqqət edirik? Dedik ki, sayılar əşyanın miqdar və sırasını bildirir. O zaman sayın mənaca növləri meydana çıxır. Çünki bu sayıların içərisində miqdar və sıra bildirəni varsa, sayın mənacada iki növ olacaq. Miqdar sayıları, sıra sayıları. Uşaqlar, miqdar sayıları əşyanın miqdarını bildirir. 5 qələm, 3 kitab, 6-7 dəftər. Amma sıra sayı 5-ci parta, 6-cı sıra bu şəkildə bizə sıralamanı göstərir. Yaxşı, miqdar sayılarının özü necə yerə bölünür? Müəyyən miqdar sayıları, qeyri müəyyən miqdar sayıları və kəsir sayıları. Müəyyən miqdar sayıları çox rahatdır. Gəlin, bax, buradan başlayaq. Birinci başlayaq suallarından. Sualları neçə, nə qədər sualına cavab verir? Müəyyən miqdar sayıları rəqəmlərlə ifadə olunur. Yəni 5, 6, 10, 15, milyon, 100... Hansı sayı ki, rəqəmlə ifadə edə bilirik, o müəyyən miqdar sayıdır və əşyanın dəqiq miqdarını bildirir. Miqdar sayılar dedik ki, neçə nə qədər sualına cavab verir, rəqəmlərlə ifadə olunur. Quruluşca sadə və mürəkkəb olur. Sadə və mürəkkəb. Bax, sadə müəyyən miqdar sayıları 5, 6, 7, 100. Mürəkkəb isə 15, 155, 2 və daha artıq sözün birləşməsindən yaranır. Müəyyən miqdar sayılarından sonra əsasən tək isim gəlir. Üstə gələn isim tək isim olur. Məsələn, deyirəm ki, 3 kitab. Amma deyəsiniz ki, müəllimə, bu hal həmişə olur, yəni həmişə bir tək isim gəlir. Xeyr. Bəzən 10, 100, 1000, milyon yuvarlaq müəyyən miqdar sayıları var ki, onlardan sonra gələn zaman məzmunlu isimlər cəm qəbul edir. Onlardan sonra zaman məzmunlu cəm isim gəlir. Məsələn, deyirəm ki, 1000 illər. Bundan öncə burada sak tayfalar yaşamışdır, 1000 illər. Gördüyünüz kimi istisna halda müəyyən miqdardan sonra da necə isim gələ bilər? Cəm isim gələ bilər. Bir də uşaqlar, son olaraq onu da qeyd edin ki, müəyyən miqdarla ismin arasına, müəyyən miqdar sayıyla ismin arasına numerativ sözlər daxil ola bilər. Numerativ söz. Bax, məsələn, deyirəm ki, 5, ədəd, qələm. Biz bilirik ki, 5 rəqəmlər ifadə olunduğu üçün müəyyən miqdar sayıdır, qələm də isimdir. Sayla ismin arasına daxil olan ədəd sözü nədir? Numerativ söz. Numerativ söz ayrı bir nitq hissəsi hesab olunur. Numerativ söz ayrılıqda təhlil edilmir. Saya birləşir və sayla bir yerdə təhlil olur. Məsələn, deyirəm, 5 qələm aldı. Nə idi aldı xəbər? Nəyi aldı? Qələmi. Özündən üstü 4 artıran qeyri-müəyyən vasitəsiz tamamlıq qələm sözü. Nə qədər qələm? 5 ədəd. 5 artıq ədədə birləşir, tök cümləsi olur. Müəyyən miqdar bu qədər. Qeyri-müəyyən miqdar sayıları, uşaqlar. Birinci başlayaq sualı. Sualı nə qədərdir? Bax, müəyyəndə neçə nə qədərdir? Qeyri-müəyyəndə yalnız nə qədər? Quruluşca müəyyən sadə və mürəkkəb olurdu. Bu, quruluşca sadədə ola bilər. Düzəltmədə ola bilər. Düzəltmə. Və mürəkkəb də ola bilər. Mürəkkəb. Ağıl balam. Məsələn, deyirəm ki, müəyyən miqdar sayı dəqiq miqdar bildirir. 5 dənə deyəndə 5 dənə sayıdır. Amma deyirəm ki, çox kitab əşyanın dəqiq olmayan miqdarını bildirir. Çox sənə görə 100 dənə ola bilər, mənə görə 5 dənə, ona görə 1000 dənə. Sonra bu sadəsi. Düzəltmələr larla, larca, lu və acıq şəkilçiləri ilə yaranır. 10, larla, larla bu da deksir. 100, lərcə, 1000, lərlə, larla, larca, çoxdan çoxlu, lu şəkilçisi, bir də azacıq. Acıq leksik şəkilçisindən yaranır. Azacıq da nə ilə yarandı? Acıq leksik şəkilçisindən yaranır. Bu da oldu bizim düzəltmə, qeyri-müəyyən miqdar sayılarımız. Mürəkkəblər necə olur? 2 və daha artıq sözün birləşməsindən. Bir sıra alimlər, bir çox insanlar, bir qədər kitab, yəni 2 və daha artıq söz birləşir. Və mürəkkəblər ayrı yazıldığı kimi defisdən yazılan da var. 5, 6, 7, 8 tipli qeyri-müəyyən miqdar sayılarımız da var. İndi gələlik nəyə? Sualını öyrəndik, quruluşca növünü öyrəndik. Bəs müəyyən miqdar sayından sonra həmişə tək isim gəlirdi. Baxaq görək qeyri-müəyyəndə nələr olacaq. Burada bir sıra, bir çox. Qeyri-müəyyən miqdar sayılarından sonra həmişə cəm isim gəlir. Həmişə cəm isim. Yəni testlərdə bir sıra alimlər, bir çox insanlar desə düzdür, amma bir sıra alim desə səhvdir. Çox zaman da deyir ki, aşağıdakılardan hansında
Saydan sonra gələn ismin işlənməsində yanlışlıq var. Biz diqqət edəcəyik. Bir sıra bir çoxdan sonra həmişə nə gəlsin? Cəmisi. Sonra xeyli, az, bir qədər, biraz, bir neçə, bir də 5-6 tipli sayılarımız var ki, 5, 6, 7, 8, bunlar təqribi təxmini sayılar deyilir, qeyri-müəyyən olmaqda. Bunlardan sonra uşaqlar, həmişə təksim gəlir, həmişə təksim. Bax, bunu qafiyə ilə yadda saxlayın. Xeyli, az, bir qədər, biraz. Bir də bir neçə ilə 5, 6. Yaxşı uşaqlar, xeyli kitablar desək yanlışdır. Həmişə necə isim gəlməlidir? Təksim, xeyli kitab. Bir də uşaqlar, üçüncü olaraq, bu 1, bu 2, çox, çoxlu, onlarla, sabahsı gün onlarla olmaz, minlərlə olar. Bir də yüzlərcə, onlarca, larca şəkilçilir. Bunlardan sonra isə həm tək, həm cəmsi. Deməli, çox, çoxlu, onlarla, yüzlərcə. Çox kitab da deyə bilərsən, çox kitablar da deyə bilərsən. İndi deyərsiniz ki, müəllim, yaxşı, sualını öyrəndik, quruluşunu öyrəndik, özündən sonra tək cəmsin işlənməsini öyrəndik. Bəs müəllim, o birisi numerativdən işlənə bilirdi. Bu işlənə bilirmi? Qeyri-müəyyənin bir qolu var ki, o da qeyri-müəyyən miqdar sayıdır. Adı təqribi və ya təxmini sayılardır. 3, 4, 5, 6, 7, 8 kimi tekstle yazılan sayılar qeyri-müəyyən miqdar sayılardır. Adı da təqribi və ya təxmini sayılar gedir. Bunlardan sonra numerativ söz işlənə bilir. 3, 4 ədəd qələm, 5, 6 ədəd kitab, 7, 8 nəfər əskər. Ona görə bizə desə ki, qeyri-müəyyəndən sonra heç vaxt numerativ işləmir, deyəcək yanlışdır. Çünki 3, 4, 5, 6 tiplilərdə işlənir. Bir də uşaqlar, bir neçə var, bir neçə. Bəzən bunda da işlənir. Bir neçə ədəd qələm. Yəni diqqətli olun, desə ki, heç vaxt qeyri-müəyyəndə numerativ işləmir. Deyəsən ki, təqribi təxmini sayılarla işlənə bilir, bir də bir neçə ilə işlənə bilir. Kəsr sayılarla keçək uşaqlar. Bir də onu qeyd edim ki, qeyri-müəyyən normalda nə qədər sualına cavab verirdi. Amma onun təqribi təxmini olan növü neçə sualına da cavab verə bilir. 3, 4 qələm, neçə qələm, nə qədər qələm, həm neçəyə cavab verir, həm də nə qədərə. Uşaqlar, müəyyən, qeyri-müəyyən, bir də kəsr sayı, 3 dənəsi nə idi? Miqdar sayının növləri idi. Ağıllı qalın. Kəsr sayılar, bax, ən birinci nə öyrənir? Suallar. Həmişə birinci sualı öyrənir. Nə qədər? Neçə hissə? Neçə hissə? Sonra quruluşca növünü öyrənir. Düşün ki, kəsrin nəyi var? Məxrəci var, surəti var. Düzdür? Yəni məxrəcdə bir söz, surətdə də bir söz olsa, o zaman bu quruluş da yalnız necə ola bilir? Yalnız mürəkkəb olur. 3-də 1. Özdə kəsrin məxrəcində də ismin hansı hal şəkilçisini görəm. 3-də, dadən, qeyri-tam. Bu qədər, kəsr sayıları bu qədər. Quruluşsa yalnız mürəkkəbdir, nə qədər neçə hissə sonuna cavab verir və qeyri-tamdan işlənir. İndi gəldik sıra sayı. Sıra sayıları belə bir düstur düzəldirik. Bərabərdir. Müəyyən miqdar sayı üzərinə əsasən bax bu yolla yaranır. Sıra sayılar deyəcəklər ki, daha çox sayının özündən yaranır deyəsən düzdür. Çünki müəyyən miqdar sayının üzərinə öncə üstü 4 şəkilçisi gəldiyimiz zaman sıra sayı yaranır. Gəlin yoxlayaq. 5, 5-ci, 6, 6-cı, öncü və ya nıcı şəkilçisi formasında əlavə olur. Bəs müəllim, ancaq müəyyən miqdardan mı yaranır? Xeyr, istisnalar var. Əvvəl, axır, bir də son filan. Bu sözlərin 4 dənə sözdür. Üzərinə ıncı gəlirik, ıncı üstü 4. Bərabərdir, sıra sayı yaranır. Deyirəm, bala, əvvəlinci sıra, deyirsən müəllim, neçənci, axırıncı, sonuncu filanıncı. Nə yaranır? Sıra sayı. Sıra sayının da sualları. Neçənci sualı da var, neçənci. Bir də uşaqlar, hansı sualı da var? Deyirəm ki, əvvəlinci sıra, deyirsən neçənci sıra, hansı sıra? Desə ki, sifətlə ortaq suala malik olan sayın hansı mənanı öldür? Sıra sayıları. Uşaqlar, sıra sayının tərkibində nəzərə alın ki, ıncı leksik şəkilçidir. Ona görə sıra sayıları quruluşca, tərkibində mütləq leksik şəkilçisi var axı, sadə ola bilməyəcək. Düzəltmə ola bilər və mürəkkəb ola bilər, mürəkkəb. Məsələn, uşaqlar, 5-ci, bu oldu düzəltmə. Amma desək ki, 15-ci, 25-ci, o da olacaq mürəkkəb. Sayın isimləşməsi. Sifətdəki kimi sayın isimləşməsi də 2 yolla olur. Sayın üstəgəl, cəm, mənsubiyyət, hal. Sayın üzərinə cəm, mənsubiyyət, hal şəkilçilərindən hansısa biri gələndə say isimləşir. Gəlin baxaq. Deyirəm ki, 5. Qələm. Deyirsən, müəllim, neçə qələm? 5 qələm. İndi mən deyirəm ki, 5-dən 3-ü çıx. Sualı 5-dən nədən? 3-ü nəyi? Avtomatik sayın üzərinə ismə aid çıxışlıq al. İsmə
ismə aid təsirli kal. Yəni, sayın üzərinə hal gəldi və say neynədir? İsimləşdi. Amma uşaqlar, nəzərə alın ki, sifət də isimləşəndə, say da isimləşəndə, qrammatik şəkilçilər qəbul edib isimləşdir axı. Qrammatik şəkilçi də yeni nitq hissəsi yarada bilmir. Ona görə say isimləşsə belə, ismin sualına cavab versə belə, amma nitq hissəsi kimi yenə nədir? Saydır. Deməli, üzərinə cəm mənsubiyyət hal gəlir. İkinci, sayılar bilirik ki, bax, ikinci yolunu öyrəndirəm, sayın isimləşməsi. Sayılar özündən sonra gələn ismin miqdarlı sırasını bildirir. Və sifətdə olduğu kimi, say özündən sonra gələn ismi itirsə isimləşəcək. Məsələn, deyirəm ki, 5-ci sıra yaxşıdır. Deyirsən, necədir? Yaxşıdır. Nə sıra? Neçənci sıra? 5-ci. Say burada neçənci sualına cavab verir. Gəl indi sıra ismini sil. 5-ci yaxşıdır. Nə yaxşıdır?